Salam əziz İntibah TV izləyiciləri. Cənubi Azərbaycan dedikdə əsasən İranın şimal-qərbində yerləşən və azərbaycanlıların tarixən sıx məskunlaşdığı ərazilər nəzərdə tutulur. Bu bölgə Azərbaycan xalqının tarixi, dili və mədəni baxımdan mühüm əhəmiyyət daşıyır. Cənubi Azərbaycanda milli hüquqlar, ana dili, siyasi azadlıqlar və özünü idarə məsələləri müxtəlif tarixi dövrlərdə milli hərəkatın əsas tərəfləri arasında olub. Bu mübarizənin ən mühüm mərhələlərindən biri 1905-1911-ci illərdə Məşrutə hərəkatı idi. Bu hadisələr göstərdi ki, Cənubi Azərbaycanda xalqın siyasi fəallığı və milli şüuru kifayət qədər güclü idi. Lakin milli azadlıq ideyalarının ən mühüm mərhələlərindən biri 1945-1946-cı illərdə baş verdi. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaradıldı və onun rəhbərliyində Seyid Cəfər Pişəfəri mühüm rol oynadı. Hərəkatın əsas tələbləri arasında Cənubi Azərbaycanın muxtariyyəti, ana dilində təhsil, yerli idarə etmənin gücləndirilməsi və iqtisadi-sosial islahatlar var idi. 1945-ci ilin dekabrında Təbrizdə Azərbaycan Milli Hökuməti yaradıldı. Milli Hökumət qısa müddət ərzində təhsil, dil, mədəniyyət və sosial sahələrdə bir sıra tədbirlər həyata keçirdi. Azərbaycan dilinin dövlət və təhsil həyatında istifadəsinə xüsusi diqqət yetirildi. Lakin bu fəaliyyət uzun sürmədi. 1946-cı ilin sonunda İran ordusu Cənubi Azərbaycana daxil oldu və milli hökumətin hakimiyyətinə son qoyuldu. Bundan sonra hərəkatın bir çox iştirakçısı təqiblərə məruz qaldı. Bir qismi ölkəni tərk etdi, bir qismi edam olundu. Lakin bu hadisələr Cənubi Azərbaycanda milli şüurun tarixdən silmədi. Sonraki 10 illiklərdə də ana dili, mədəni hüquqlar və milli kimlik məsələləri müxtəlif formatlarda gündəmə gəldi. Cənubi Azərbaycan milli hərəkatının tarixini yalnız siyasi mübarizə kimi qiymətləndirmək düzgün deyil. Burada dil, mədəniyyət, milli kimlik və tarixi yaddaşlar mühüm yer tutur. Bu tarix bizə göstərir ki, milli kimlik yalnız siyasi sərhədlərlə müəyyən olunmur. Dil, mədəniyyət, ədəbiyyat və tarixi yaddaş da xalqın kimliyinin mühüm hissəsidir. Cənubi Azərbaycan məsələsi bu gün də Azərbaycan tarixinin mühüm mövzularından biri olaraq qalır. Tarix dəyişə bilər, siyasi şərait dəyişə bilər, amma xalqların yaddaşı nəsildən nəsilə ötürülür. Cənubi Azərbaycan milli azadlıq hərəkatının tarixi də məhz bu yaddaşın mühüm səhifələrindən biridir. Diqqətiniz üçün sağ olun.